But çanaq, oynaq başının avaskular nekrozu diaqnozuyla bizim pasiyentimiz, anamız bizə müraciət edib. Sağ but çanaq oynaq tamamilə formasını dəyişib artıq. Oynağın baş hissəsi deformasiya uğrayıb, oynaq çürüməsinə bağlı, avaskular nekroza bağlı oynaq forması tamamilə dəyişib. Baxın, sol but çanaqda oynaq baş hissəsi qorunub saxlanırsa forması, sağda isə bu tamamilə yeyilmiş formadadır. Biz iğni ilə düşdük oynaq daxilinə düşdükdən sonra kontrast maddəmizi vurduq. Görürsünüz, oynaq çox gözəl şəkildə boyandı. Yəni bu tam ideal bir yerdə olduğunu göstərir son nöqtəsini. Sonra isə kök hüceyrəni tam şəkildə böyük miqdarda doldurduq oynaq içərisinə. Eyni ilə də eyni prosedur digər çanaqda da etdik. Digər çanaqda etməkdə məqsədimiz orada da yeni başlayan avaskular nekroz əlamətləri var. Baxın, iynəmiz çanağa doğru gedir. Görüntülərdən, tamam, düşdüyü oynaq içərisinə. Kontrast maddənin doğru düzgün yayılmasını görüb, bütün oynağın kapsulasını boyadı və kök hüceyrələri doldurmaqla bu proseduru bitmiş sayırıq.